Salam əziz şagirdlər, mən istəyirəm ki, bu gün 5, 6, 7-ci siniflər üçün mətn testləri var. Gördüyünüz kimi. Buradan bu mətn testlərindən səhifə 188-də kim daha vacibdir adlı bir mətn yerləşir və bu mətnin izahını verim sizə. İzahını vermək istəyirəm. Getməkdən başlayaq. Yazdım ki, bir gün iplik və iynə hansının daha vacib olduğu barəsində mübahisə etdilər. İplik dedi, mən daha vacibəm, çünki iplərin parçaları bir-birinə bağlayır və nəticədə güclü və gözəl geyimlər ərsəyə gəlir. Ona cavab olaraq iynə danışdı. Xeyr, mən hələ daha vacibəm. Çünki iti və nazik olduğum üçün ustalıqla parça üzərində tikiş əmələ gətirirəm. Həm də fərqli formalı tikişləri necə ediləcəyini də bilirəm. Yaxınlıqda yerləşən əşyalar qorxudan gizlənmişdilər. Boşqablar, stəkanlar əsirdilər. Dənizin təbaşiri parça qırışlarından gizlənmişdilər. Qayçı iti ağzının bir-birini çırpınırdı. Gün boyu iplik və iynə mübahisə etdilər və dəyərlərini sübut etməyə çalışdılar. Heç biri bir-birini təslim olmaq istəmirdi. Belə axşamdək mübahisə edirdilər. Ev sahibi otağa daxil olaraq iynə və ipliyə sarı gəldi. İynəni götürdü. İpliyin sapını diqqətlə iynənin içərisinə keçirdi və bir dikiş etdi. Danışmayan ikiniz də vacibsiniz. Çünki bir-biriniz olmadan faydasızsınız. Bir yerdə parçalanıb möhkəm tutursunuz. Burada kim daha vacibdir mətndə mətn oxuyun. Əgər anlamadısa özünüzə qayıdıb yeni oxuya bilərsiniz. Gəlin keçək sualların izahına. Keçək birinci suala. Mətndə tünd qara hərflə verilmiş sözlərdən birinin antonimi verilməmişdir. Burada güclü sözünün antonimi, baxın, burada güclü söz var. Güclü sözünün antonimi zəifdir. Açıqdır. Sonra danışdı sözünü, yəni danışmaq. Danışmaq, susmaq. C çıxdı. Buradan qorxu sözünü hərəkət. Baxın, burada faydasınızsınız. Fayda sözü var. Fayda xeyir ola bilər. Faydalı, xeyirli bu şəkildə ola bilər. Çıxdı. Sonra gözəl sözü var. Gördüyünüz kimi. Gözəl. Çirkin. Çıxdı. Sonra burada qalır qorxudan. Qorxu sözününküdə, yəni buradan artıq yoxdur da. Bunun qorxudan sözündə də xüsusi olaraq fərqli rənglə işarədim. Yəni bununki yoxdur. Qorxudan burada qalır kədər. Kədər də olur D variantında. 2. Üzərində rəqəm yazılmış hansı sözün tələffüzü heç bir dəyişiklik olmur. Baxıram. İplik. İplik sözünün tələffüzü iplik şəklində olacaq. Tələffüzündə fərq var. Vacib sözünə vacib olduğu. Bıdırıcı qaydası necə idi? Bundan sonra saat gəlsə olduğu kimi qalacaq idi. Yəni vacib olacaq idi. Vacib olacaq idi. Bu olduğu kimi qalır. Bunu çıxıram. Sonra başqa üzərində rejim qoymuş söz. Aha, burada çoxdur. Belki 3 olaraq sözü olacaq olaraq. Bunda tələffüzündə fərqlilik var. 4-cü stəkanlar
şeklində olacaq. Bunun tələffüzündə fərqlilik var. Sonra 5-ci sualda dəyərlərini dəyərlərini Dəyərlərində burada da fərqlilik var. Luriyə keçdi. Amma vacib sözündə yenə qaydalarda b, d, c, samitlərindən sonra sayıyla başlayan istiqlərsə bu da gecə olduğu kimi qalır. Yəni burada da bundan sonra olduğu o saat gəldiyi üçün b, d, c olduğu kimi qalsaydı. İndi burada ona görə olduğu kimi qalır. Ona görə burada da fərqlilik daşıyan söz vacib sözüdür. Vacib üzərinə qoymuş rəqəmdə, yəni nömrədə 2 rəqəm idi, olacaq B variantında. Keçək 3-ə. Qarşısında rom işarəsi qoyulmuş söz cümlədə hansı leksik vahid olaraq işlənmişdir? Yəni leksik vahid dediyimiz zaman, yəni hansı leksikologiyada keçirən qaydalardan verilən söz, hansı o keçirən qaydalara aid etmək olar? Qarşısında rom işarəsi qoyulmuş söz qayçı, iti ağzı sözüdür. Baxın. Qayçı iti ağzını bir-birinə çırpırdı. Qayçının ağzı sözü. Burada iti ağzı yerində itini çaşdırmaq üçün veribdir. Yəni qayçının ağzı mənasında olur. İndi gəlin bu sözü bura qeyd edeyim. Göbəyə qoyum sualı aydın tam görünsün. Yəni cümlədə bizdə olan söz qayçının ağzı sözüdür. Qayçının ağzı. Qayçının ağzı necə sözdür? Bəli, məcazi söz olduğuna görə bir dənə məcazi mənası olan sözlə biz necə söz deyirdik? Bəli, çox mənalı aid etmək olurdu. Çox mənalı sözdə olur A variantında. Keçək 4-ə. Mətndə çıxan əsas nəticə nədir? Bu 4-cü sual artıq 4-cü sual yazmaq üçün mətni oxumaq lazım, yəni mətni oxuyub orada nəticə çıxartmaq lazımdır. Çünki bir də üçün suallar kimi qaydaya üslub idi. Bu isə bu sual sırf yazmaq üçün mətni tamam yaxşı anlamaq lazımdır. Baxaq indi C-də 4-cü sualda mətndə çıxan əsas nəticə nədir? A. Mənə dostunu göstərsən deyəm ki, onu söyləyim. Əsl dost misilsiz xəzinədir, xoşbəxtliyi artırır, dərd gəlini azaldır. Dostlar hansının daha vacib olduğunu sübut etməkdən bir-birini güvənməli və bir-birini möhkəm bağlamalıdır. Deyək də, əsl dost sənin səhvlərini göz yumar, sirlərini qoruyar və lazım deyil sənə nəsihət verir. Dostlar günündə bilinər. Baxıram, burada elə bil ki, mətndən çıxan nəticə baxın bu idi ki, orada əslində bunların ikisini dost hesab etmək olardı. Çünki bunlar eyni işə baxırdılar da. Yəni bir hör etmək üçün həm qayçı lazımdır, həm hör lazımdır. Gəlsi qayçı olsa, hör olmasa, orada qayçının lazım deyil, hörü kəsib deyirik ki, orada isə hör olsa, hör tikmək üçün isə bizə indi iplik lazımdır da. Yəni o iplik lazımdır ki, yəni o qayçı lazımdır ki, biz onu düzgün formaya gətirə bilərik ipliklə. Ona görə də bunlar əslində bir dostuydu. Bunlar bir dost kimi görsək biz, nəticə olaraq. Və bunların da ikisində vacib olmaqlarından bir-birinə güvənsələr daha yaxşı bir şeylər elə bilər. Yəni ikisinin vacibliyinə söhbət gedirdi. Bu əsas olaraq nəticəyə çıxanda azar sözlərdən istifadə etsək C variantında olar. Keçək 5-ci suala. Altında xətt çəkilmiş cümlədə ancaq qrammatik mənası olan söz var. İndi biz mətndə altından xətt çəkilmiş sözə baxaq. Yazıb ki, altından xətt çəkilmiş söz əgər sizə PDF olduğundan yaxşı görsənməyə bilər. Mən sizə göbək edeyim. Altına xətt çəkilmiş söz bu idi. Gəlin indi göstərim. Burada yalnız qrammatik mənası olan söz deyirsə, yəni köməkçilik hissəsi olan bir söz seçməliyik.
Burada və var. Baxın, bu tip sözlər necə olacaq? Burada sizə bir qayda demək istəyirəm. Burada bir gün, əgər siz bir gün sözü görsəniz, cümlədə bir gün sözünü bir rəqəmlə ifadə edin. 1, 2, 3 sözləri ilə ifadə edin. Əgər ifadə edə bilirsinizsə, rəqəm mənası olanda, deməli bu sözün lektik mənası, bir sözün lektik mənası var. İfadə edə bilmirsinizsə, bu sözün yalnız qrammatik mənası var. Yəni lektik mənası yoxdur. Yəni köməkçi bir sözdür. Bir gün, yəni onu işarə etmək məqsədindən də, yəni kömək onun ədatı günü ədatlaşdırır. Yəni qüvvətli deməsi də kömək edir o gün sözünə. Baxaq indi bir gün iplik və iynə hansının daha vacib olduğunu barəsində mübahisə etdilər. 2 gün bir yerin çoyaq. 2 gün iplik və iynə hansı daha vacib olduğunu mübahisə etdilər. Xeyr, olmur. 3 gün iplik və iynə, 5 gün iplik və iynə vacib olduğu barəsində dedilər, olmur. Baxın, burada yol gəlmədi. Cümlənin mənasına xələl gəldi. Məzmununa xələl gəldiyinə görə buradakı birin sözündə qrammatik, deməli bu qrammatikdir. Yalnız qrammatik mənası var 1 və sözün yalnız qrammatik mənası var 2. Daha vacib olduğunu burada daha sözü var, daha da qüvvətləndirir 3. Burada 3 dənə oldu. 3 dənə olan, eğer altından xətt çəkilmiş sözlərdə 3 dənə olan, ancaq qrammatik mənası olan söz var. Aha, biz tapdıq 3 dənə olur. Hansı variantda? Bəli, C variantında. Buradan gördüyünüz kimi kim daha vacibdir mətnini oxuduq və sizin üçün bircə həmin mətnin təhlilini verdim. Əgər bu video sizə faydalı olursa, kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu tür videolardan faydalana bilsinlər. Sağ olun, görüşəndək.